Neysən də. O araşdırmaq ciddi problemdir. Bax, məsələn, Far ver, necə gedəcək? bax qardaşım, məsəl bir söz deyim. Sən zəkat verirsən. Zəkat, sədəqə bunlar hamısı pulla çıxarılandır da, düzdür? Sən zəkat verirsən. Məsələn, 500 manat zəkatım var, illik. Apardım, verdim, 8 sinif insandan birinə düşür də, Quranda Allahın dediyi. Hansı ki, haqqıdır. Verdin ona. Sən o zəkatı, zəkat ibadət yoxsa yox? İbadətdir yox. İslamın rukunudur. Rukunlardan biridir. Onu əda etmiş sayıldın yoxsa yox? Əda etmiş sayıldın. Sən zəkatı ixrac edəndə, çıxardanda, verəndə artıq o ibadəti yerinə yetirdin. Onun sərfiyyatı ki var, sənə aid olmur. Sən məsələn deyə bilmərsən ona. Qardaşım, bax bu 500 manat zəkatdır. Bilirəm ki, kirayədə olursan sən. 350 manatla kirayə tutmusan, qalırsan. Bu 500 manatı mən zəkatımı sənə verirəm, 350-nin kirayə ver. Haqqın yoxdur sənin. Deyə bilmərsən ona elə söz. Yaxud 500 manat 350 kirayə ver. 150 manat ərzaq, bazarlıq elə. Sən alırsan bu şərtlə 350 manat və oradan 5 manat, 10 manat qırağa xərcləyə bilmərsən ki, zəkatı bu niyyətlə verirlər sənə. Bu düzdür yoxsa yox? Bu düzgün deyil, qardaşım. Niyə? Çünki onun sərfiyyatı o istədiyi kimi hərəkət edə bilər ondan. İstədiyi kimi. Onun istədiyi kimi hərəkət etməsi səni narahat etməməlidir. 500 manatı getdi, oturdu, restoranda yedi, içdi, xərclədi. Ailəsində misal üçün. Yaxud misal üçün nəsə aldı özünə. Yaxud kimə, hər hansı bir şeyə. Sən əl-mühim, sən o ibadəti verməklə ibadəti yerinə yetirdin, qardaşım. Falan sənə deyil. Sənlik deyil. Sən bu ibadəti yerinə yetirdin. Allah subhanahu və teala səndən bu hissəsini istəyirdi.